Əkib tez-tez videolarda deyirik ki, 40 yaşından sonra kişilər müxtəlif müayinələrdən keçməlidirlər. Gəlin bunu daha da sadələşdirək və sadə formada deyək ki, hansı müayinələrdə kişilər 40 yaşdan sonra keçməlidirlər? Hər deyimin bir mütləq bir səbəbi vardır. Yəni bu deyim varsa, artıq burada bir nəticə çıxardır. Yəni çünki yaranmış fəsadlar olur. 40 yaşından sonra kişilərdə ən çox yoxlamalı prostat vəzini, hormonlarını, analizlərini, kişi cinsi hormonları, uroloji uziləri, USM-ləri. Çünki 40 yaşından sonra prostat xəstəliyi yaranırsa, yəni cavan olduğunu düşünür, hətta 40-45 yaşından sonra həkimə getməyi düşünmür və qohum əqrabanın tövsiyə elədiyi bir dərman içir və bu içilən dərman cinsi zəifliyə gətirib çıxardır. Və artıq bir müddət sonra xəstə bizə prostat şikayəti qalır bir tərəfdə, artıq cinsi zəifliklə müraciət edir. Ona görə düşünürəm və yazılan məlumata əsasən deyə bilərəm ki, 40-45 yaşında olan bütün kişilərin vurğuladığım analizləri, uziləri, uroloji baxışları mütləqdir ki, gələcəkdə həyati təhlükə olmayan, amma komfortu pozan ağırlaşmalara ortaya çıxmaz.